Salam əziz və dəyərli izləyicilər. Duyğu Çələngi verilişində hər birinizi xoş gördük. Bugünkü mövzumuz qəzəl janrı və qəzəl deyərkən ilk ağla gələn dahi şəxslərdən biri olan Əliağa Vahiddir. Bugün qonaqlarımızla birgə Əliağa Vahidin yaradıcılığına nəzər salacağıq. Elə isə vaxt itirmədən qonaqlarımı təqdim edim. Qonağım satirik şair və qəzəlxanın ədəbi məclisinin üzvü Elşad Xaqan. Digər qonağım klassik ədəbiyyatın qəzəl janrında özünə məxsus iz qoyan qəzəlxan Ceyhun Kami. Ceyhun Kami və Elşad Xaqanın ustadı, öz dövrünün ən böyük mütəfəkkirlərindən biri olan və Sən gedən gündən və Qəzəllər kitabı adlı kitabın müəllifi Xaqani Əmini. Nəzərli Xaqani Fikrətoğlu, Xaqani Əmini 1976-cı ildə Sumqayıt şəhərində anadan olub. 1993-cü ildə Sumqayıt şəhər 17 saylı orta məktəbi bitirib. Vahid poeziya evinin üzvüdür. Şair qəzəlxan Xaqani Əmini 2 kitab müəllifidir. Sən gedən gündən adlı şeir kitabı və Qəzəllər adlı şeir kitabı. Vəliyev Elşad Davudoğlu 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər təfəkkür liseyinin məzunudur. Azərbaycan Texniki Universitetinin Avtomatika və Hesablama Texnikası fakültəsini bitirib. Uşaq yaşlarından heca vəznində şeirlər yazır. Ustadı Xaqani Əmini ilə tanışdıqdan sonra əruz vəznində də yazmağa başlayıb və Xaqan təxəllüsünü də məhz ustadının adından götürüb. Bir çox qoşma və qəzəllərin, qitələrin, bəhri təbillərin, mənzum hekayələrin, təmsillərin, rübailərin, lirik və satirik, sosial-ictimai məzmunlu şeirlərin müəllifidir. Vahid poeziya evinin, Məcmən Şüaranın, Bayat Ədəbi Birliyinin və Sumqayıt şəhər poeziya evinin üzvüdür. 2013-cü ildə Dünya Gənc Türk Yazarları Birliyi tərəfindən fəxri fərmanla tərtib olunub. Məmməd Kərimov Ceyhun Kamiloğlu, Ceyhun Kami 1985-ci il 1985-ci ildə Sumqayıt şəhərində dünyaya göz açmışdır. İbtidai təhsilini Sumqayıt şəhərindəki Təfəkkür liseyində almışdır. Hələ uşaq yaşlarından şeirə marağı olan Ceyhun Kami öz şəxsi mütaliə və səyi nəticəsində 15 ildən artıqdır ki, klassik ədəbiyyatımızın qəzəl janrında özünə məxsus iz qoyan qəzəlxan şairlərimizdəndir. Bir çox şeir və qəzəlləri dövrü mətbuatda dərc olunmuşdur. 2017-ci ildə Hayrbek kanalında yayınlanan Xalqın Şairi telelayihəsinin iştirakçılarından olmuşdur. Hər biriniz xoş gəlmisiniz. Əziz tamaşaçılar, ilk olaraq Əliağa Vahid haqqında hazırlamış qısa video çarxa nəzər salaq. Daha sonra qonaqlarımızla birgə mövzumuz haqqında müzakirələr edək. Əliağa Vahid 18 fevral 1895-ci ildə Bakıda dünyaya göz açıb. O, vərdiş edilməyən orijinal insan, şair tipi idi. Sovet dövrünün insanlarından çox fərqlənirdi. Ütüsüz, qalstuksuz deyim keçimdə daim xalqın içində idi. Vahid özü isə bu böyüklüyünün fərqində deyildi. Amma bilirdi ki, istedadı ad-san veriləndəndir. Babası böyük dərviş olub. Özü isə 2 il yarım mədrəsə təhsil alıb. Olduqca güclü hafizəsi Vahidə sinə dəftər olmaq imkanı qazandırmışdı. Ölən günə qədər də bütün şeirlərini ərəb qrafikası ilə yazıb. O, yaş müdrikliyini qəbul etməzdi. Belə adamlar elə uşaqlıqdan seçilirlər, fərqli olurlar. Vahidin istedadı elə onun ilk yaradıcılığa başlayan dövründən başlamışdı. Bu istedadı ilk görən insan da əvvəlcə ustad saydığı Əbdülxalıq Yusif, daha sonra nə qədər təcrübə olsa da böyük Nəriman Nərimanov olmuşdur. İlk şeiri 1914-cü ildə çap olunub. Ona qədər Məcmən Şüarada, Şairlər Məclisi, Əbdülxaliqin şeir gecələrinə gedir. Bütün cavan şairlər yığışıb bədahətən onlara verilən qafiyəni ustadların qarşısında böyük qəzələ çevirmələri idilər. Vahid öz hazırcavablığı ilə elə seçilirdi. Əbdülxaliq gənc Əliağa, sən təbinlə Vahidsən deyib Vahid ləqəbini ona verir. Əliağa Vahidə əməkdar incəsənət xadimi adını Mir Cəfər Bağırov, ilk dövlət mükafatını isə Nəriman Nərimanov verib. Dahi Sabirin yubileyində gənc Əliağa şairə qiymət öləndən sonra adlı yarımsaatlıq böyük qəzəl deyir. Nərimanovun diqqətini cəlb edir və tapşırır ki, əyin başı pis olan bu oğlana bir dəst kostyum, 12 cüt corab, bir batinka və bir tufli versinlər. Məşhur qəzəlxan bu yubileydən, hətta inqilabdan əvvəl bir dəfə Yusif Vəzir Çəmənzəminli ilə
Bilge Sabirin qəbrini xeyli axtarıb, böyük çətinlikdən sonra uçuq qəbrini tapmışdır. Vahid özü də satira janrına çox müraciət etmiş, hətta Molla Nəsrəddin jurnalında, daha sonra Kirpi jurnalında ömrünün axırına dək sərt satiralarda çıxış etmişdi. Müharibə illərindən sonra içkiyə meyillənmişdi. Bu biraz da özünü qorumaq üçün Mir Cəfər Bağırov onu heç çox ayıq olmadığı üçün repressiya obyekti etməmişdi. Oğlu Ramiz İskəndarov atası barədə son vaxtlar atamı qəsdən içirdirdilər ki, o xalq şair adını almasın. Ona deyəndə ki, sən içdiyin üçün yaxşı yazırsan, deyirdi, onda gərək bütün Rusiya şair olsun. Uzun illər subay yaşayan Əliağa Vahid xəstə olarkən ona iynə vuran tibb bacısını bəyənir və tezliklə onunla evlənir. Bu xanımdan Vahidin oğlu Ramiz, qızı Firəngiz dünyaya gəlir. Dünyasını dəyişəndə Vahidin oğlunun 15, Firəngizin isə 10 yaşı vardı. Uzun illər asma xəstəliyindən əziyyət çəkən Əliağa Vahid ömrünün sonlarında bu xəstəlikdən daha çox əziyyət çəkməyə başlayır. Əliağa Vahidin dünyasının dəyişməsi onu sevənləri çox sarsıtmışdı. O, böyük xalq məhəbbəti qazansa da, xalq şairi fəxri adını almadığı üçün dövlət rəsmləri onun fəxri xiyabanda dəfn edilməsinə icazə vermək istəmirdilər. Amma xalq o zamanki rəhbərliyi qərarlarını dəyişməyə məcbur edə bildi. Yazıcı Salam Qədirzadə ölkə rəhbərliyini xalqın kəskin etirazlarından xəbərdar etdi. Azərbaycan SSR Mərkəzi Komitəsinin birinci katibi olan Vəli Axundov özü Bakıda olmadan xalqın bu qərarını rəsmi şəkildə təsdiqləməli oldu. Azərbaycan xalqı Vahidin tabutunu Yazıcılar İttifaqının fəxri xiyabanına qədər piyada gətirib burada dəfn etdilər. Əliağa Vahiddən nə əvvəl, nə də ondan sonra heç bir şair bu cür dəfn edilməyib. Video çarxa baxdıq, indi isə suallara keçid edək. İlk sualım Xaqani Əminim sizə olacaq. Əliağa Vahidin Azərbaycan ədəbiyyatında rolu haqqında istərdim danışasınız. Əvvəla bizi dəvət etdiyinizə görə dərin minnətdarlığımızı bildirirəm. Bizi seyr edən tamaşaçıları, Vahid sevərləri, söz xildarları salamlayıram. Vahidin yaradıcılığına başlamamışdan əvvəl mən istərdim bir balaca onun qısa da olsa keçdiyi həyat yoluna nəzər salaq. Demək, Vahid bildiyimizə görə 1894-cü ildə Bakı şəhərində anadan olmuş, atasını erkən itirmişdi. İtirəndən sonra əmisinin himayəsində böyümüşdür. Ondan əlavə ehtiyac üzündən tütün fabrikində çilingər şagird işləmişdir. Lakin sonralar atasının sənətini, yəni dülgərliyi seçib, mən deyərdim, qabil ustalar cərgəsinə qalxıb səviyyəsinə yüksəlmişdir. Lakin Vahidin qəlbində olan sözə, şeirə, ruh bağlılığı onu şeir məclislərinə, ziyalılar arasına çıxmağa daha da sövq eləmişdir. Həmən dövrlərdə Bakı şəhərində tez-tez şeir məclisləri təşkil olunmuş. Gənc Vahid, yəni Vahid deməzdim. Mən istərdim bu Vahidin yaradıcılığını da iki hissəyə bölək. Hələ ki, Əliağadan danışırıq. Demək, gənc Əliağa tez-tez bu məclislərə təşrif buyurulmuş, orada öz qəzəllərini oxuyurmuş. Yəni, o dövrdə də, həmən dövrdə də tanınmış şairlər, Bakı şairlərinin ustadı sayılan Mirzə Əbdülxalıq Yusif, Məşədi Azər Buzovnalı, Ağadadaş Sürəyya, Ağa Məhəmməd Ağa Cürmiyə üzr istəyirəm və bir neçə tanınmış şairlər vardı ki, onlar da o şeir məclisini təşkil eləmişdilər və bu şeir məclislərində hələ ki gənc Əliağanı dinləyirdilər və hiss edirdilər ki, bu gənc uşaqda, gəncdə şeiriyyata böyük bir həvəs var və istedadını hiss edirdilər. Və həmən dövrlərdə eşitdiyimizə görə, bildiyimizə görə Mirzə Əbdülxalıq Yusif gənc Əliağanın qəzəlini dinləyib ona Vahid təxəllüsünü vermişdilər. İndi artıq gənc Əliağa təxəllüsünü alıb olub Vahid. Vahid təxəllüsü ilə bu daha da gözəl qəzəllər, ustadların
nəzərindən keçirilmiş qəzəlləri oxuyur. Təəssüflər olsun ki, bəzi dırnaq arası şairlər Vahidin yaradıcılığını gözdən salmaq üçün, onu həqiqi dəyərini verməmək üçün yazdıqlarını bəsit adlandırırlar. Mən indi əsas bu məsələyə toxunmaq istəyərdim ki, görəsən həqiqətənmi Vahidin yazdıqları bəsit, primitivdir, bir-birinə yersiz, calanmış söz yığınından ibarətdir. Əvvəla bu məsələyə toxunmaq üçün incə bir mətləbi açıqlamaq istəyərdim. Kim olub Mirzə Əbdülxalıq Yusif? Həmən bu dırnaq arası şairlər ağız dolusu Mirzə Əbdülxalıq Yusifi tərifləyirlər. Məşədə Azər Buzovnalı tərifləyirlər. İndi mən həmən o kəslərə müraciət etmək istəyərdim ki, necə ola bilər ki, bir Bakı şairləri ustadı sayılan Məşədə Azər Buzovnalı, Əbdülxalıq Yusif biz zəif, bəsit yazan gəncə vahid təxəllüsünü versinlər. Bu qeyri-mümkündür. Hiss olunur ki, burada qərəz məsələsi var. İndi ondan da əlavə istəyərdim ki, Vahidin tam səmimi deyirəm və tam məsuliyyətlə deyirəm. Əbdülxalıq Yusif ki, o gəncə, yəni Ələğaya vahid təxəllüsünü vermişdi, yalnız bu gənclər arasında deyildi. O həmən ustad şairlər arasında artıq Vahidi özündən üstün tuturdular. Ümumiyyətlə, Vahidin yaradıcılığını anlamaq üçün biz hökmən məcburuq ki, klassikaya müraciət edək. Çünki Vahid bu şeir məclislərinin hələ təşrif buyurmamışdan qabaq şəxsi mütaliə yolunu, özünü təkmilləşdirmə yolunu seçib, klassikanın dərindən, incəliyinə bələd olmuşdu. Gəlin müraciət edək əvvəla Füzuliyə. Çünki Füzuli bildiyimizə görə bütün şairlərin ustadı sayılır. Bir zirvədir ki, o zirvəni gərək qalxasan, anlayasan ki, aşağı təbəqədə nə görsənir, yamazda nələr baş verir. Füzuli buyurur öz qəzəllərində, eşq əhlin atəşi hicranı eylərsən kabab. Eşq əhlin atəşi hicranı eylərsən kabab, dönə-dönə imtihan etdim, budur adət sana. İndi gəliz bunu müzakirə edək. Füzuli 1494-də anadan olmuş bir şairdir. 5 əsr bundan qabaq olan şair. Amma dil üslubuna baxız, görürüz nə qədər sadə deyir. Eşq əhlin, yəni aşiqləri, eşq əhlin atəşi hicranı eylərsən kabab, yəni yandırarsan. Dönə-dönə imtihan etdim, budur adət sana, sənə. İndi o beytin içində siz sadə deyirik, çox sadədir. Bunu hansı bir kəsə desən, yəni qəzəllə maraqlanan bir kəs, şeiriyyatla maraqlanan bir kəs anlayacaq ki, burada çətin bir şey yoxdur. Amma dərinliyinə baxız. Niyə dönə-dönə? Füzuli orada sünni imalədən işlədir. Yəni bu söz sünni uzananda deyilə sünni imalə. Ta ki bizim dilimizdə dönə-dönə deyərlər. Dönə-dönə sözü yoxdur. Bu sünni imalədir. Amma bunu Füzuli görəsən təsadüfi mi işlədi, yoxsa bunu məqsədli şəkildə istifadə edib ifadədən? Baxız nədir? Eşq əhlin atəşi hicranı eylərsən kabab. Yandırmağı demir. Qəsdən kabab sözünü işlədir. Sonra deyir, dönə-dönə imtihan etdim, budur adət sana, kababı döndərərlər. Eşq əhlin atəşi hicranı eylərsən kabab, dönə-dönə, yəni hansı istir kabab olsun, istir o əlinə fırladan kabab, istir şişdə olan kabab olsun, bu dönə-dönə. Artıq bunu dönməyi göstərir. Həm də dəm-bədəm sözü, təkrar sözün mənasını verir. Bu dönə-dönə ifadəsi. Digər bir beytlərə istərdim müraciət deyəm. İstədim mərhəm oxundan ciyərim yarəsinə. İstədim mərhəm oxundan ciyərim yarəsinə, atdı min ox ki dəyər, hər biri bir parəsinə. Mərhəm, bizim bildiyimiz məlhəmdir. O bir mazdır ki, yaraya sürtərlər. Mövlana Füzuli buyurur, istədim
mərhəm, yəni məlhəm. Oxundan ciyərim yarəsinə atdı min ox ki, dəyər hər biri bir parəsinə. Açıq aydın, amma ustalığa baxırsınız. Nə işlədi burada? İstədim məlhəm, oxundan ciyərim yarəsinə. Mən sənin oxundan məlhəm istədim yarama. Atdı min ox ki, dəyər hər biri bir parəsinə. Burada artıq ifadə dəyərdən gedir, incəlik. Bilirik ki, ox dəyəndə batar. Füzuli onu batar sözü işlədmir, qəsdən işlədmir. İstədim məlhəm oxundan ciyərim yarəsinə, atdı min ox ki, dəyər, yəni batar hər biri bir parəsinə, həm də dəyər burada qədir qiyməti bildirir. Atdı min ox ki, hər biri bir parasına dəyər, qiyməti göstərir. Sonra istərdim, bəhri eşqə düşdün ey dil, zövq-i dünyanı unut. Bəhri eşqə düşdün ey dil, zövq-i dünyanı unut. Baliq oldun, gəl rəhimdən içdiyin qanı unut. Bəhr dəniz deməkdir. Demək, mən əvvəla beyti tərcüməsini deyim. Bəhri eşqə düşdün ey dil, zövq-i dünyanı unut. Eşq dənizinə ey könül, ey ürək düşdün, dünyanın zövqünü unut. Baliq oldun, gəl rəhimdən içdiyin qanı unut. Balıq yəni balıq dedik. Bunu iki mənası, sonra izah edəcəm sizə. Bir odur ki, balıq dənizdə olar. Bəhri eşqə düşdün ey könül, eşq dənizdən düşmüsən, dünyanın zövqünü unut. Artıq sən balıqsan. Rəhimsə, anatomiyada analıq deyirlər. Balalıq. Yəni, balalıqdan çıxmısan artıq sən deyir, tərk eləmişsən ana vücudunu, sən artıq deyir, içdiyin qan, çünki bilirik ki, ana bətnində övlad qanla qidalanar. Artıq deyirsən, balıq olmuşsan, yetişmişsən, bir kəmal mərhələsinə, həddə çatmışsan, sən ana vücudunu tərk eləmişsən. O içdiyin qanı unutmalısan. İndi qaydaq o bir izaha. Niyə görə baliq oldun? Füzuli qəsdən balıq demir, orada ı hərfini i deyir. İ sahibdən baliq. Şəriətdə bilir ki, baliq və nabaliq ifadələri var. Yəni ki, nabaliq həddi buluğa çatmayan kəslərə deyirlər, baliq artıq həddi buluğa yetişmiş kəsə deyərlər. Füzuli onu izah edir ki, eşq dənizinə düşdün, ey könül, sən artıq aşiqsən. Sən dünyanın zövqünü tərk eləməlisən. Aşiqlərin meylində o biri dünyalar, yəni ilahi məhəbbətə bağlanan kəs artıq daha da dərin bir şeylər istəyər, bu dünyanı tərk edir, zövqünü. Baliq oldun, yəni sən artıq yetişmişsən və bu dünyanın qanı, dünyanın zövqü qandır sənsə, onu tərk eləməlisən. Qapı döyəndə dedim, Allah saxlasın. Ürəyim güb belədir. Allah adam bilmir, başa nə gələcək. Dedim, daha gəldilər, yaparmağa. Kimi? Aa, Özünü bilməməzliyə vurma. Düz adamsan, damdan öş yatırsan. Yağın gecə faşist təyərlərinə işarə verirsən də, yoxsa nöş qorxursan? gör mənə sivilliyi eyi bilərsən, Ay bədbəxt, kimin nə işi var sənin? Ay, nə demə? Deyil, sağ bizi mantıra bağlar. Deyirlər ki, şpiyonsun. Güya, İngiliz zabitləri Bakıya gələndə, bunun asası bulvarda su satılmış. 3 nəfər zabit gəlib, bunu satdığı sudan içib təhqirmişlər. Alay, kişi açan da ölü be. Oğul da bizdə neçə vaxtdır kariyada mantiyordur. Yaxşı tanıyıram, öyle işləməzdin ki, bu şpiyondur. Belə fağırın biriydi ya. Neysə, deyirlər ki, elə o İngiliz zabitləri ilə İngilizlə əlaqə sağlaymış. Kariyerin nə sirri var, hamısını satılmış İngilizlərə. Amma yaxşı sənətkar idi. Ağa, kariyerimiz vaynizi rivini döyür. Yox. Ayo, gördün neyse sekretli işler var orada. Sən ölməyə bilirim ki, sən bir küp savadın yoxdur. Yazdın elə meyxanın. O bilər ki, sənə fərli bir şey yaz, al görə çıx, bizi deyib Plançet bizim adamdır. Bir mərdə bölmüşük. Yoxsa kimin ölsə ölü cumhur sürü ki, Besmələn vahidi qədər. Əzim rəhmətə gedib, bir dənə başdakı şeir yazdım. Aha, bu kənd qəbristanındakı başdaşlarına yazılan şeirləri yıxsın, bir yekə kitab olar. Amma nə fayda? Deyil hərsi bir qəbirdə.
Ala heç bilən də yoxdur, kim yazır? Ağa, adam bəyəm savab iş tutmamalıdır. Ala, acından gün orta durursa, qoy bu sahabını sən bir xeyri deysin də. Əli ağa, gül kimi xarratsan, baran nə üstəlmirsə sənə tübi? Adam sən üzərdən qap pəncərəni görəndə əqli gedir. Tutmur. Ne tutma olur? Deyinən çesime deyir. Elə tembel azınlarlarda sen kimi. Cibində çamlar oynayır, tutmur. Yok bir. Şehir qoymur ayrı işlə meşgul olmağa. Ürəyim heç nəyə yatmır, dincliyi vermir mənə qəzəl. Bəs belə yara az, yar tox dolanmağın yaxşıdır o. Ruhi cismani tələbatın hökmündən xilas eləməyə kömək göstərən, vəcdə gəlmə və özünü idarəyə nail olmaq üçün poeziyadan və musiqidən istifadə edilməsi qaydalarının mürəkkəb sistemi var. Mənim dünya malında gözüm yoxdur. Bugün bir tikə çörəyim var, min bərəkət. Sabah da Allah kərimdir. İnsan gərək az göz olmasın. Özgə malını göz dikməsin. Elə dövlətlər də elə. Bax, deyilənə görə ilk dövlət İran ərazisində olub. İndi bax halına. Ərəblər neçə əsr dünyanın yarısına ağalıq elədilər. İndi gör nə günə qalıblar. Sonra canım sənə desin, Səlcuqlar 200 il, Monqollar 300 il, o biri bu biri nə günə qaldılar? Ya heç hökumətləri yoxdur, ya da parça-parça bölüb oba ağalıq eləyir üstlərinə. Bu qoca dünyanın bir qanunu var, qədəş. Özgə malına göz dikən, gözsüz qalar. Bir də indi bunlar da bizim torpaqlara yiyə durmaq istəyirlər. Amma inan Allaha, bir günə qalacaqlar ki, qiyamətəcən yaraları sağalmayacaq. Odur ki, hər kəs öz yerində otursa məsləhətdir. Ona qalsa biz ondaki əvvəldən. Hə də. Əvvəlindən salan olsaydı əgər başa bizi, cəhlimiz salmaz idi bunca dağa daşa bizi. Azacıq elmimiz olsaydı əgər əsrə görə, boyun əydirməz idi qonşuya yoldaşa bizi. Nə hünər var, nə biligimiz, nə də ki devlət mal. İti atsın da yeməz, hiss eləməz laşa bizi. Şübhəsizdir tüpürə surəti itibarımıza, göstərən olsa bu sima ilə nəqqaşa bizi. Üzü dönsün görüm ol ağuya dönmüş çöreğin, yaxşı möhtac elədi qəhbiyə uğraşa bizi. Deməli, Füzulinin beytlərini ona görə izah elədim ki, artıq Vahidin beytlərini izah elədikcə anlayaq ki, nə qədər Füzuli ruhuna yaxındır onun yazdıqları. Vahid buyurur ki, Məcnunla vurdu bir gecə Leyli arasını. Məcnunla vurdu bir gecə Leyli arasını, min dərdə saldı aşıqı bəxti qarasını. Yəni, min dərdə saldı qarabəxt aşıqını. Bildiyimizə görə bu Leyli Məcnun ümumiyyətlə olmuş bir hadisədir. Onu 40-a yaxın Leyli Məcnun əsərini şairlər nəzmə çəkiblər. Nə Nizaminin, nə Füzulinin, nə digər şairlərin, ümumiyyətlə tarixdə belə bir şey olmayıb ki, gecə vaxtı Leyli Məcnunla görürsün. Belə bir hadisə olmayıb. Amma görəsən Vahid niyə görə bunu işlədir ki, Məcnunla vurdu bir gecə Leyli arasını, min dərdə saldı aşıqı bəxti qarasını. Yəni, olmayan bir hadisəni Vahid gətirib ortaya çıxartmaq biraz şairin hələ bir biraz deyərdim savadsızlığına, bəşərdə özünü gülünc vəziyyətə qoyardı. Amma diqqətlə baxanda görürsünüz ki, burada gecə başqa söhbət gedir. Məcnunla vurdu bir gecə Leyli arasını. Leyli ilə Məcnun arasını vurmayıb. Həmən gecə vurub Məcnunla Leyli arasını. O bir gecə Məcnunla vurdu. O hansı gecədir? Leyli gedəndə İbn Salama ərə artıq Məcnun küssü taliyindən. Və dedi ki, artıq da istədiyi qız əldən çıxıb, üz tutdu səhralara, divanəliyə başladı eləməyə. Onun səbəbində ağla çıxmışdı başından, artıq bundan daha betər çıxdı. Vahidin ustalığı gör nədədir? İndi bu beytlərə görəsən, bəsit demək olarmı? Axı, gör nə qədər dolğun işlədir. Yaxud digər bir beyti, coşdu mey bənzədələr, bəlkə ləbi yarə onu, bu öyünməqliyi tez saldı əyarlarə onu. Coşdu mey bənzədələr, bəlkə ləbi yarə, yəni yarın dodağına, qırmızılı tutulur. Yəni, meydir bildiyimiz o şərab qırmızı rəngdə, çaxırı götürək, qızın dodağı da qırmızı rəngdə, insanın söhbət gedir. Bənzədir.
Coşdu mey bənzədələr bəlkə ləbi yarı onu. Bu öyünməkli tez saldı ayaqları onu. Yəni içkinin İslam dinində bildiyimizə görə hörməti yoxdur, haram buyurulub. Amma Vahid qəsdən yenə işlədi burada ayaq sözünü. Çünki klassikada ayaq sözü həm bədən üzvü kimi ayaq bildiyimiz sayılır, digər mənada qədəh sayılır. İndi fikir verir, beytə baxaq. Coşdu mey bənzədələr bəlkə ləbi yarı onu. Bu öyünməkli tez saldı ayaqları onu bir ayaq altına saldı, hörmətsiz oldu içki. Digər bir mənası ki, içkini elə qədəhə süzərlər də. Vahid elə təsdiqləyir onu. Bir başqa beyt istəyirəm müraciətlən Vahidin. Demək, deyir, razı olma, baxa ayine-i ruxsarına gül. Razı olma. Baxa ayine-i ruxsarına gül. Niyə hər bir yetəni hüsnünə heyran edəsən? Tərcüməsini deyirəm ki, razı olma deyir, güzgü kimi üzvə gül baxsın. Yəni, yarın güzgü kimi üzünə gül baxmağa icazə vermə, razı olma. Niyə hər bir yetəni hüsnünə heyran? Yəni, hər kəs niyə baxıb heyran olmaq ki, bu qəşəng qızdır? İndi müraciətlə təzdən bir incəliyə. Niyə görə Vahid orada ayinə sözünü işlədir? Halbuki orada gülşən də deyə bilərdi, adi bir üz də deyə bilərdi. Amma Vahid qəsdən işlədir, razı olma, baxa ayinə-i ruxsarına gül. Niyə? Güzgüyə baxanda hər kəs özünü görə bilər. İki məna verir. Bir odur ki, deyir, gülə icazə vermə ki, qızın üzünə baxsın, ki gül ona heyran olsun. Digər bir mənası odur ki, razı olma ki, güzgü kimi üzünə gül baxsın, özünü görüb gül özünə heyran olsun. Niyə hər bir yetəni, yəni öz hüsnünə heyran edəsən. Görürüz nə qədər yaxınlıq var. Dil üslubuna istəyərdim biraz müraciətləyən Vahidlə Füzulinin. Doğmalığına baxız. Füzuli deyir, aşıq oldur ki, qılır canın fəda cananına. Aşıq oldur ki, qılır canın fəda cananına, meyli canan etməsin, hər kim ki qıymaz canına. Hər kim ki canına qıymır, artıq da cananı istəməsin. Artıq eşqdən əl üzülməlidir. Vahid gör nə deyir? Vəfasızdır könül, hər kim əsirgər canı canandan. Vəfasızdır könül, hər kim əsirgər canı canandan. Gərək canan yolunda keçsin aşıq, şövq ilə candan. Görürsün nə qədər doğmalıq var. İndi siz qardaşlarımız da bir müdaxilə eləsin, baxız görürsün nə qədər incəlik var. Doğmalıq var. Hələ bir Füzulini götürsəz, 20-ci əsrə gətirsəz, deyərsiniz ki, bu Vahidin dövrünü yaşayan bir şairdir, yaxud əksinə, Vahidi götürüb qoysaz Füzulinin dövrünə, deyərsiniz, eyni oxşar bir beytdə var, deyir, verməyən canını cananına çıxsın geçsin, qıymayan eşqi də öz canına çıxsın geçsin. Bu kitablarda kim qıyar eşqi də öz canına deyir, amma o çap səhvidir, çox güman ki, yəni nüsusatda razılaşır. Verməyən canını cananına çıxsın geçsin, kim qıymayan eşqi də öz canına çıxsın geçsin. Yəni, o bir ustadın qeyd elədiyi kimi sadəlik başqa bir şeydir, bəsit, amma primitivlik mənasını verir. Çoxu qəsdən bunu deyir ki, Vahid sadə yazıb. Yəni, o amma açıqlamasını vermir ki, sadə nədir, bəsit nədir. Sadə yazıb, sadə, belə deyirlər. Belə demək olarsa, Vahidi sadə adlandırırlar, amma Vahidi sadəliyinin özündə daha mürəkkəbliyi var, dərinliyi var. Kamilliyi var. Yəni, Vahid, baxırıq sadə qəzəllərində var, deyir, hər kim məhəbbət əhlini salmış əziyyətə, yox özgə qarışım ona, düşsün məhəbbətə. Yəni, həqiqətən məhəbbətə düşən adam əzab çəkir. O səbəbdən deyir, kim ki gülür məhəbbət əhlinə, o məhəbbətə düşsün görək nə əziyyətə çəkəcək, anlasın mahiyyətin məhəbbətin. Başqa bir sadə bir qəzəli. Vahid deyir ki, mələklər kimidir. Mən istəyən gözəlin saçları ipək kimidir. Üzü çəməndə açılmış qızıl çiçək kimidir. Göyün gözəlləri aləm deyir, mələklərdir. Mənim də istədiyim yerdə bir mələk kimidir. Baxanda çox sadədir. Amma yazmağa gələndə, dərinliyə gələndə, hətta gözəlliyə gələndə görürsən ki, yazmaq heç də asan deyil. Yəni, çoxla Vahidi primitiv, sadə adlandıranlar, mən istərdim, götürsün Vahidin bir qəzəlinin bir beytini, ya bir qəzəlini, ona nəzirə yazsınlar görə yaza bilərlərmi? Çox çətindir. Yəni, bunu mən özümdən götürəm, çalışmışam da yazmağa. Mənə sadə gəlir, sadəcə yazmaq, deyirsən, artıq Vahid elə
nöqtələrə orada toxunub ki, artıq çox çətindir onun. İkinci dəfə onu yazmaq çox çətindir. Yaza bilmisiniz siz? Vahidə belə bir nəzirəm var mənim, amma hamısına mümkün deyil. Həqiqətən elə bir nöqtələr qoyub ki, mümkün deyil. Siz poeziyada ümumiyyətlə ifadə seçimi çox önəm təşkil edən bir şeydir. O bir yağ dedim, vahid sadə yazıb deyənlər özləri sadə yazmağa çalışanda primitivliyə qaçırlar. Yəni özləri bəsit yazırlar. Özləri bəsit yazırlar, bacarmırlar bana. Şeiriyyat ümumiyyətlə ustad xırdaladı, yəni izah elədi. O batini mənaları, şeirin batini mənaları başqa bir şeydir. Vacib deyil ki, yəni o işlədəsən, elə güclüsən, bir elmin olayı. Sadə üzdən deyirəm, bu batini mənasını bilməsə də, zahiri mənası, yəni üzdə olanı hər kəs başa düşməlidir. Şairin qüdrətini göstərən budur. Vahidin o ustad qeyd elədiyi kimi, qəzəllərini oxusan, görürsən ki, bu kişi burada nə deyib? Əslində biz... Amma yenə onu bilməsə, yəni bir o qədər hər kəs İslamı, dini hökmləri, ayinləri və yaxud hər bir elmi bilmək məcburiyyətində deyirlər. Hər bir ixtisası var, bir sahəsi var. Mən kimyanı yaxşı bilərəm, siz fizikanı, qardaş Ceyhun Kamil həndəsəni daha yaxşı bilər, ustad ədəbiyyatı. Yəni bunları külliyyat şəklində hamı bilmək, yəni insan beyninin o işləmə qüvvəsi də var, neçə faizi bu dərk eləməyə hamısı gücümüz yetməz. Amma o dediyim ki, müxtəlif ixtisas sahibləri heç olmasa üzdə olan mənanı dərk eləməlidir ki, bu görsün bu kişi nə deyir, bu yazan şair burada nə deyir. Ən azından bu olmalıdır. Bəziləri o vahidə sadə deyənlər özləri yazırsa, o məşləbat deyir, mən deyir, Tarix Nadiri yarıyacan oxumuşam, sənin dediyindən bir şey başa düşməm. Hətta özümüz azdır, biz şeiriyyat ərəb fars dilini də qismən bilirik, yəni bu klassika ilə məşğul olduğumuza görə ən azından. O şairlərin dediklərini heç özümüz dərk eləmirik, qaldı o deyir, bu kəmsavatlar neynəsə. Yəni kimsə təhqir eləmə niyyətindən yox. Yəni ki, digər peşələrlə məşğul olan insanlar, digər sahənin insanları bunu biz çətinlik çəkəndə başa düşmək, onlar necə başa düşsünlər bu yəni? Ümumiyyətlə bu söz belə götürə bir rəssamlıqdır da, bu sözlə yaradırlar tablonu. Gərək hələ bir dəqiq, necə ki rəssam bir tablo yaradanda dəqiq incəliyi vermək, rəngini, kölgəsini, işığın düşməsini, yəni bu dəqiqliyi verməyəndə, hətta rəng seçim məsələsi var da rəssamlıqda, tabloda. Bu şairlər də elədir. Yəni şair elə bir şeydir ki, gərək hələ bir ifadəni seçməlisən. Bu xalçın naxışı kimdir? Naxışı elə bir artıq lədünsə bir balaca naxışı, artıq sən o mənzərəni koruyacaqsan. 100%-dir. Ondan da başqa, bu qardaş düz deyir, ola bilsin ki, şair çox bir o dərəcə savad, elmi olmasın. Mən söhbət təhsildən gedir. Tutaq ki, fizikanı, riyaziyyatı bilməyə bilər, onları bilsə daha yaxşıdır. O Füzuli, ona görə Füzuliyə Xaqani, Əfsəddin Xaqani deyirlər ki, alim şair. Bunu boş-boşuna demirlər. O şeirlərində də elmin göstərir. Həm alimdir, həm də şeiriyyatında onu təzahür edir ki, artıq onu vurur biruzə göstərir. Vahid düzdür, savadsız olur. Yəni təhsili az olur, 2 il Mollaxan oxudu da bu, yəni heç bir dənə yazmağı, pozmağı bilib, amma klassikanı yaxşı bildiyinə görə və əsas məsələni mən toxunuram ki, istedad. Çox alimlərimiz var ki, bir cümləni düz boşa bilmir. Yəni Allah vermir də bunun istedadı. Bu şairi bacara bilmir, o özünü öldürməyəcək ki. Yəni çıxır olur, tutaq ki, ərşunas olur, izahlayır Füzulini, artıq öz bildiyini qələmə köçürə, yəni vərəqə köçürə bilmir. Yəni gücü çatmır onun, çünki istedadı yoxdur. Təhsillə təfəkkürlə fərqli anlayışlardır. Ola bilər o bir usta ilə söhbət edəndə biraz haşiyədən kənara çıxıram. Ev yiyəsi deyir ki, künc düz 90 dərəcə verməyib. Şkatura ilə vurmusu, subağı ilə vurmusu ki, 90 dərəcə verməyib. Usta götürdü, bu orta təhsildə heç yox idi. Götürdü metrəndə bir tərəf 8 santı bir tərəfdən ölçdü, 6 santı bir tərəfdən qeyd elədi və onların o verdiyi qeydlər 10 santı verdi. Qıraqdan baxdım, qayıtdım ki, daha bu Pifagor teoremidir. Sən bunu hardan bilirsən? Axı mən bildiyimə görə sənin deyir, Pifagor bilmərəm, bunun təhsili yoxdur, amma təfəkkürü var. Bunlar var. Yəni o Vahidin də təhsili az olsa belə, amma təfəkkürü çox yüksək səviyyədə olur. Əziz tamaşaçılar, Əliağa Vahid elə bir şəxsdir ki, biz bugün onun haqqında nə qədər danışsaq yenə az olar. Amma bizə ayrılmış vaxt ərzində müəyyən qədər danışdıq və istərdim ki, artıq sizin özünüz haqqında danışaq. Məsələn, mənim bir sual maraqlıdır.
Sizin hər ikinizin ustadı Xaqani Əminidir. Bəs siz bugün özünüzü Xaqani Əmininin davamçısı hesab edirsiniz, yoxsa Əliağa Vahidin? Ümumiyyətlə, hər hansı bir 5 mərtəbəli binanı götürək, 5-ci mərtəbəyə çıxmaqdan ötürü aşağı 1-ci mərtəbədən pillələri addımlamalısan. İstər Füzuli olsun, istər Vahid olsun, biz hələ öz ustadımıza çatmalıyıq ki, gedək Füzuliyə, Vahidə sataq, Seyid Əzimə sataq. Hələ, yenə deyirəm, ustadın, bir Vahid haqqında dediyim kimi, ustadın ayaqqabısını geyinmişəm indi. O yerişi yeriməyə Allah nəsib eləyər da, Allahın lütfüne qalır. Siz necə düşünürsünüz? Mən elə, qardaşım Elşad Xaqanın fikirlərinə razıyam. Elə demək olar ki, atdığımız addımların hər bir addımda elə ustadımızla məsləhət edirik. Hətta belə deyim, yazdığımız qəzəllərdə belə ustadımızdan məsləhət alırıq ki, çünki ağıl ağıldan üstündür. Biz, yəni ola bilər ki, bizim görmədiyimiz çox şeyləri ustadımız yaxşı görür. Yəni bu barədə çox danışmaq istəmirəm. Elə deyərdim ki, elə qəzəliyyətə elə ustadla başlamışam. Elə ondan nə bəhrələnmişəm, ondan bəhrələnmişəm. Yəni buna görə də ona təşəkkür bildirirəm ki, yəni bilmədiklərimizi də, hətta bildiklərimizi təkrar elətdirib, bilmədiklərimizi də bizə çox öyrədir həqiqətən. Yəni onun zəhməti üstümüzdə çoxdur. Yəni onun davamçısı deyəndə əslində hərənin öz üslubu var, hərənin öz yolu var. Sadəcə ola bilər bəzi qəzəllərimiz hətta Xaqani Əminiyə də oxşasın, onun qəzəllərinin ruhuna yaxın olsun, Seyid Əzimin ruhuna yaxın olsun, Füzulinin ruhuna, Əliağa Vahidin. Yəni bu heç bir şair demək olmaz ki, eyni ruhda, ümumiyyətlə külliyatını eyni ruhda yazıb, yox. Yəni burada aşağı, yuxarı, yəni o ruhun yaxını, haldan hala düşməyi var. Yəni mənim ustadın ruhuna yaxın olan qəzəllərim də var, Əliağa Vahidin ruhuna yaxın olan qəzəllərim var, hətta Füzulinin ruhuna yaxın olan qəzəllər var, yəni işlətmələr baxımından, yəni ona çatmaq dərəcəni demirəm, yəni o mümkün deyil. Yəni yenə deyirəm, nə bəhrələnmişik, ustaddan bəhrələnmişik. Yəni hal-hazırda da bəhrələnməkdəyik, nə qədər ki, Allah ona can sağlığı versin. İnşallah getdikcə də bəhrələnərik. Yəni bizim nə öyrənirik, ondan öyrənirik, vəssalam. Yəni bunu demək istəyirəm. Tamaşaçılar da yəqin məndən razı olar ki, deyir, yüz eşitməkdənsə bir görmək yaxşıdır. Siz də ustadınızdan öyrəndiyiniz və yazdığınız qəzəllərdən birini söyləyin. Biz də, tamaşaçılar da buna fikir bildirək ki, nə dərəcədə öyrənmişsiniz? Bizim desəm həmişə, ümumiyyətlə, elə üst-üstə düşür. Həmişə xoşlamışam Vahidin dili ilə, sadə dildə qəzəl yazmağı. Ən çox istəmişəm o dilə yaxın olsun ki, həm Vahidi hər bir adam başa düşür. Elə bir adam deyə bilməz ki, mən Vahidi başa düşürəm. Ola bilər Füzulini deyərlər, Seyid Əzimi deyərlər, yəni qəliz ifadələr olduğuna görə. Amma Vahiddə elə bir ifadə yoxdur ki, onu başa düşməyəsən. Yəni həmişə istəmişəm onun ruhuna yaxın qəzəllər yazım. İndi insanın özünün də ruhu olmalıdır. Yəni sənin də öz yolun olmalıdır ki, özünün ruhuna oxşayan yol olmalıdır. İstərim bir qəzəl deyim. Gərəkdir çıxmayağı ey gül, sözündən eşqimizin. Gərəkdir çıxmayağı ey gül, sözündən eşqimizin, ki qorxuram, düşək axır gözündən eşqimizin. Nigar verdi mənə busə gül camalından, Nigar verdi mənə busə gül camalından, təsəvvür eylədim öpdüm üzündən eşqimizin. Kəmalə yetdi bizim eşqimizlə aşiqlər, keçib gedib neçə məzlum düzündən eşqimizin. Vəfalı olsaq əgər biz, rəqiblər kimdir? Bəla yetər bizə ancaq özündən eşqimizin. Deyil bu ayrılığa kami, özgələr bais. Deyil bu ayrılığa kami, özgələr bais. Bu dərdə yar ilə düşdük üzündən eşqimizin. Bu dərdə yar ilə düşdük üzündən eşqimizin. Var səndə gözəllik ki, mələklərdə bu yoxdur. Var səndə gözəllik ki, mələklərdə bu yoxdur. Ən incə, lətafətli çiçəklərdə bu yoxdur. Hər gün diləyim can sənə verməkdir əzizim. Qurban sənə bir özgə diləklərdə bu yoxdur. Eşqimdə mənim göz yetə bilməz ucalıq var. Əl çatmaz olan bəlkə fələklərdə bu yoxdur.
könlümdə həvəs var sənə, ancaq yetə bilməz. Hərçənd ki sevdalı küləklərdə bu yoxdur. Kamil, bu sədaqət ki məhəbbətdə mənim var, cananə deyin, xain ürəklərdə bu yoxdur. İndi ustad da qardaşlar Bir növbəsə siz sınaqdan çıxdınız artıq. Qalxdınız. Bu Vahid haqqında danışdıq. Yəni qəzəlsi Vahidin ədəbiyyatdakı roludur. Yəni, ancaq bir şey məqamı qeyd eləmək istəyirəm. İndi Vahidin qəzəllərinə söhbət açdıq. Ceyhun qardaşımız Vahid öz qəzəllərini səsləndirdi. Vahidin yaradıcılığı yalnız qəzəllə yekunlaşmır. Onun çox kamil şəkildə, yəni bu hansı ki bu sırf bu üslubu seçiblər, bu üslubda yazıblar, qoşma janrı məsəl üçün götürəndə Vahidin qoşmaları o üslubda yazan tanınmış şairlərin əksəriyyətindən üstün yazır. İndi bu qoşmalardan çox istat gətirmək olar. Verilişi məhdudiyyəti, vaxt məhdudiyyətini deyə nəzərə alıb bunun üstündən keçirəm. Və Vahidin satiraları da var. Çox, yəni sabit. Biz bilirik ki, klassik ədəbiyyatda satiranın şahı Mirzə Ələkbər Sabirdir. Onun ustadı da Seyid Əzim olub. Seyid Əzim də digər janrlarda çox yazıb, ancaq qəzəlləri ilə daha çox tanınır da hazırda. Ustadı qəzəl janrında yazıb, çox yaradıb. Mirzə Ələkbər Sabir onun tələbəsi satiriya. Sabirin də qəzəlləri var, mərsiyələri var. Vahidin də yazıb, Sabirdən sonra Vahid qədər Sabirə yaxınlaşan ikinci bir şair olmadı. Çox şairlərimiz var, görkəmli şairlər, adlarını da sadalamaq olar. Lakin bu bir qeyd elədiyim, söhbət əsnasında qeyd edilən ifadə seçimi ki var, o şeiriyyatda çox böyük rol oynayır, önəm kəsb eləyir. Düzgün ifadə seçmək, harda nəyi necə işlətmək. Sabir qədər bu satira yolun Vahid kimi gedən ikinci bir şəxs olmadı. İndi istəyirəm, ustad, böyük şairimizin ruhu şad olsun, bir satiralarından birini deyim. Düzdür, burada bu satiranı bir dəfə sosial şəbəkələrdə paylaşmış, çox mübahisəyə səbəb oldu, müzakirə mövzusu oldu. Burada bir məqam var, yəni kişi durdu qadınına, xanımına əl qaldırdı. Lakin fonda bu üzdə görsənəndə orada qabarılan digər problemlər var, həsəddir, paxıllıqdır, qeybətdir, bu kimi bir çox problemlər nəzər yetirən olmaz. Satirada budur ki, bir mesaj verəsən cəmiyyətə. Yəni məzəli şeir janrından daha artıq bir şeydir. Janr başqa şeydir, üslubda daha artıq bir şey deməkdir. Satiranın fəlsəfəsi çox dərin. Mərd xanım həyat yoldaşına deyir ki, ay kişi, ay başı batmış qərə gün, ay maymaq, ay səni molla yusun, ay səni uçsun torpaq, ay səni boylanasan tezliklə mərmərdən, nəyim əskiydi mənim pakizədən, əsmərdən, məhliyə hər biri, hər gün yeni paltarla çıxır, yeni tufli, yeni kofta, yeni şalvarla çıxır, keçən ay aldığımı mən hələ də var yeyirəm, girəsən qara yerə, bir qulağa söz deyirəm, zibil atdıqda da şilqumru bəzəksiz sıxmaz. Hələ zərgər qəşəmin arvadı Gombul Gülnaz soxur hər gün gözümə tazə boyun bağlarını, üzüyün, sırğaların, villaların bağlarını. Kreditlə sənəmə ərciyəzi passat alıb, kəstirib burnunu qarğa sonanın çolpat alıb, bir fərəhlə danışırdı yenə də pinti süsən, ki nə cür villa tikir, cırtdan əri marketəsən. Mən əsədlə baxıram, hər birinə xar oluram. Gecələr ağlayıram, sübhə qədər zar oluram. Daş mənim başıma, bədbaxt elədim, özümü kör edim. Tutdu məhəbbət o zamanlar gözümü, pullu oğlanları qoydum, lütə saldım meyli. İndi hərçəndir ki, peşmanlamışam bir xeyli. Oğlu ölsün bikənin, sınsın onun qol qənədi, mənə sən fərsizi bildir, ləsər ürzah elədi. Ali təhsillidir ay qız, dedi həm göyçəkdir, Ağbəniz ortaboy oğlandır Kərəm, göyçəkdir. Kör olaydım, səni kaş görməz idim, sevməz idim. Bu kasıllıqla, bu zillətlə ömür sürməz idim. Dinc idim Səid Ədəmin daxmasının küncündə. Görmədim ta ki gələndən ərə xoş bir gündə. Dözmədi durdu kişi, arvadı vurdu kişi. Ad da oldu dəlidir, ad lap gülməlidir. Axı yazıq bu kişi, nə qədər sıxdı dişi, nə qədər səbr elədi. Sübhanallahu dedi, bəlkə arvad kiriyə, bəlkə bir ar eləyə. Yox atam, susmaz bu, ta ki qan qusmaz bu. Bəlkə də hazırda müəyyən qadınların ürəyindən xəbər verdiniz o fikirlərinizlə. Amma burada o dediyim kimi həsəd, paxıllıq, nəyisə reklam eləmək, var dövlət insana çox sahədə istifadə edə bilərsən də buna. Bir-birinə bəhsə girmək. İndi götürsən öz cibindəki pulun sahibini, amma yaxşı bilir ki, kimin cibində nə qədər pul var. Bir-birinə bəhs
bir neçə növdə ola bilər də. Biri var həsəd, biri var qibdə. Məsələn, bu Xaqani, Ustad Xaqani bu zirvəyə yüksəlib, yəni bunları bilir, mən də bilim. Mən də onun qədər əziyyət çəkim, amma ayaq altı qazmaq başqa bir şeydir. Bu kəlmə demək istəyirəm, bu Elşad Xaqani elə qadın məsələsi var dedi, Sabirdən bir sitat gətirmək istəyirəm. Bu Əliağa Vahiddən bir satirasını demək istəyirəm qısaca. Onda da var ki, belə deyir, getməz başa bu əsridə hürriyyət nisvan. Qan bir kərə, söz müxtəsər, arvad deyil insan. Bunu bəzi kişilərin yəni qadına qarşı münasibətinin qələmə alıb deyir. Yəni ki, bu əslində Vahidin dediyi bir şey deyil, yəni onun təbiətində olan bir şey deyil. Peyğəmbər Səlavatıllahın yanına bir nəfər gəlir ki, ya Rəsulallah, qızımı istəyənlər çoxdur, mən kimə ərə verim? Deyir ki, Allahdan qorxana. Deyir, nə məna verir? Bu deyir, sevsə əzizləyəcək, sevməsə incitməyəcək. Yəni, burada ailə münasibəti də çox önəm kəsb edir. Bir-birinə hörmət, qarşılığını diqqət. Hər kim səni görməz gözə aşiqlər içində, mümkün deyil olsun özü aşiqlər içində. Kim olmasa eşqində əgər əhdinə sadiq, əlbəttə ki, keçməz sözə aşiqlər içində. Biz boş yerə can vermədik uğrunda nigarın, qoy bilməsin aciz bizə aşiqlər içində. Üz döndərib ol gün ki, üzündən yana zahid, üz döndərib ol gün ki, üzündən yana zahid, yoxdur üzə çıxsın, üzü aşiqlər içində. Səndən sonra adət mənə qan ağlamaq oldu, bu rəng ilə qoydum izi aşiqlər içində. Kimdir sənə mən tək görən əhdində vəfalı, çatmaz mənə ey gül yüzü aşiqlər içində. Vaxtında ki cananına can qıymadı kamil, bildim odur ən acizə aşiqlər içində. Əziz tamaşaçılar, ustadlarımız mövzumuz haqqında o qədər dəyərli fikirlər söyləyirlər ki, mən danışmaq istəmirəm. İstərəm ki, verilişin sonuna qədər susun və bu dəyərli fikirlərə qulaq asın. Siz biraz öncə ifadə sözlərə toxundunuz. Belə bir sual vermək istədim ki, sizə Əliağa Vahidin qəzəllərində meyxanə, peymanə, qədəh, badə kimi ifadələrə rast gəlirik. Yəni, bunda Əliağa Vahidin içki düşkün olduğuna dəlalət edir, yoxsa bu ifadə rəmzi məna daşıyır? Ustad icazə versən, o suala cavab verərdim. Birinci, yenə o, bir ustad müqayisə elədi Füzuli ilə, Seyyid Əzimlə. Bu ifadələrdən tək Vahid istifadə eləmir. Yəni, Vahiddən əvvəl tanıdımla dövr qədimdən bir çox şairlər müraciət ediblər. Nəysə, hansısa bir səhnəni təsvir edir. Hissləri bir üzə vermək üçün bir obraz olmalıdır ki, ona müraciət edib, müqayisə eləyəsən. Bu hisslər, o obrazlardan istifadə edək, hissləri, yaşadığın duyğuları nəzərə çatdırasan. Bax, Füzulinin özündə, Seyyid Əzimdə kifayət qədər o meyxana sözü, siz dediyiniz ifadələrin istifadə, mey gülgünündə deyil, nərgisi məslin əksi, qədəh olmuş, göz asıb aşıq idi, dağır sənə. Yəni, qədəhdə olan mayəyə baxanda, rəngli mayəyə, istənilən bir cismə baxanda, yəni əks verən cismə baxanda, orada insan öz əksini görür. Xanıma müraciət edir, deyir ki, sən qədəhə baxırsan, meydə qırmızı tünd rəngli olduğundan əks verir də. Orada gözünü görürsən, o sənin gözünün əksi deyil, o qədər gözəlsən ki, sənə aşiq olur, qədəh göz asıb sənə baxır. Bu dediyim kimi, yenə Füzuli kifayət qədər, eyni qədər, indi verilişin vaxtın məhdudiyyəti nəzərə alaraq çox stat gətirmək istəmirəm. Nə qədər istəsəm, minlərlə, milyonlarla belə statlar gətirmək olar. Yəni, tək Vahid istifadə eləməyib bundan. Bir də toxunmaq istəyir. Vahid öz yaradıcının əl yazmalarında, xatirələrində yazır ki, əgər məndən spirt iyi gəlməsəydi, məni də Müşfiq kimi, Cavid kimi, Əhməd Cavad kimi sürgünə göndərərdilər. Yəni, Vahid özü içdiyini etiraf eləyib. Bizim duraq Vahidin əl-ayağını yaxşı, yox, qəti bu, dindar adamı. Dindarlıq da başqa bir şeydir. Yəni, mən bu düşüncədəyəm ki, şəxsən Vahid dindar olur. Amma niyə içkidən istifadə edib? O, əl yazmalarında, özün xatirələrində yazır bu barədə. Bir də bir məqama toxunmaq istəyirəm. İçki içən şəxs və içki düşkünü, bu anlamlar, ifadələr arasında yerlə göy qədər fərqi var. Biz hal-hazırda müstəqil bir dövlətdə yaşayırıq. Hər bir müstəqil dövlət kimi bizim də dövlətimizin özünün dini var.
Yəni İslam dini Azərbaycanın dövlət dinidir. Düzdür, biz tolerant dövlətik. Yəni bütün inanclara hörmətimiz var. Əgər biz digər inanca hörmət göstərməsək, öz inancımıza qarşı da hörmət görməliyik. Bu baxımdan bütün inanclara hörmət bəsləyirik. Yenə də vurğulamaq istəyirəm ki, biz İslam dövlət dini, İslam dini olan dövlətdə yaşayırıq, amma kifayət qədər dükanda, bazarda, hər yerdə içki satılır. Və içki də cinayət məzəlləsində bir məhsul, elə bir maddə yoxdur ki, sən içki içdiyinə görə məsuliyyətə cəlb olunarsan. Hazırki dövrdə dövlət dinimiz İslam olduğu halda buna bir qadağa yoxdur. Vahid də yaşayıb Sovet rejimində İslamın qadağa olunduğu bir dövrdə. Bu içki, yəni yenə deyirəm, içki içən və içki düşkünü şəxs arasında kifayət qədər fərqi var. Amma yenə o dırnaqarası şairlər kimi ya ustad dedi, Vahidin istedadını, Vahidin kimliyin kölgədə qoymaqdan ötürü çox qaralar yaxırlar ona. İçki düşkünü də bu qəbildən, yəni ona atılan iftiralar qəbildən. Amma Vahid kim nə deyir desin, özü haqqında deyir də, Vahidəm, eşq-i məhəbbətlə cavandan köçdüm, heyf kim bilmədilər mən nə təriqətdə idim. Yəni mənim kimliyimi hələ də dərk eləyə bilmədilər. Əliağa Vahid kimi bir çox şəxslər özündən sonra məktəb qoyub gedib və bir çox şəxslər onu davam etdirir. Bəs sizcə müasir dövrümüzdə Əliağa Vahid olacaq ikinci bir şəxs varmı? Vallahi yenə deyim, o biraz Vahid elə bir zirvədir ki, ora çatmaq qeyri-mümkün. Çox istəyirdi, o Lori bir məsəl çəkim, deyir, general olmaq istəməyən əskər deyil. Biz də Vahid olmaq istəyir. Ayaqqabısını geymişik, yerişi nə dərəcədə yeriyirik, onu tarix göstərəcək inşallah. Yəni, insan özü haqqında mən Vahidin davamçısıyam, ya durum, ustadım, desəm ki, Xaqani davamçısıdır, Vahiddir, deyəcəklər ustadı olduğuna görə deyir, kişi üzə tərif deməz, belə bir şey də var. Biz ayaqqabısını geymişik Vahidin, inşallah yerişini yeriyə bilirik, yeriyə bilmirik, bunu gələcək ədəbiyyatşünaslar deyəcək bizim. Biz necə ki, Vahid haqqında danışırıq, gələcəkdə şair. Meyxana barədə bir iki kəlmə məndə demək istəyirəm. Ümumiyyətlə, klassik ədəbiyyatda meyxana, qədəh, badə iki anlamda da gedə bilər. Həm içki kimi, həm rəmzi məna kimi gedə bilər. Yəni, içki kimi Vahiddə var. Gərçi dərd əhli içir badəni can sağlığına, içirəm mən onu bir afəti can sağlığına, qanmayan kimsə bu qan olmuşa qiymət verməz. Arif ol, içməyi gülcünü qanan sağlığına. Bil nə mənaya qədəhlər toxunur bir-birinə. Qaldırın cami şərabı yaradan sağlığına. Burada Vahid bunu da deməyə bacarıb. Amma irfani mənada da deyə bilib Vahid. Deyir, ayağın öpməlik xadimi meyxanələrin, bəlkə cami sizə görək, əksini cananəmizi. Yəni, meyxanə klassik ədəbiyyatda həm belə içki mənasında da vururlar, həm meyxanəni gətirib dini mövzuya da bağlayırlar. Yəni, bunu bir növ Peyğəmbər ailəsinə də bağlayırlar, meyxanə sözünü, yəni Peyğəmbər ailəsinin, Peyğəmbər evinə də, yəni belə əhl-i beytinə. Yəni, ona görə Vahid deyir ki, ayağın öpməliyik xadim meyxanələri, yəni xadim meyxanə Peyğəmbərin tutaq ayağını öpməliyik ki, bəlkə cami sirə görək, əksini cananəmizin. Üzr istəyirəm, bu Həzrət Əlinin ləqəblərindən biri, yəni müraciət edəndə Saqi Gövsər deyirlər ona. Gövsər suyun, Saqi də şərabı süzən kəsdir. Yəni cənnətdə Saqi Gövsər Həzrət Əlinin ləqəblərindən biridir. Yəni meyxana sırf ancaq o spirtli içki məclisi, yəni bu deyil. Əzal məclisinə də deyilə bilər meyxana. Məsələn, elə bir halda olarsan ki, məstlik təhsə spirtdən və yaxud narkotik vasitədən istifadə eləməklə insan məst olunur. Elə bir hala düşərsən ki, acı bir şeiriyyatdan söhbət edirsən, insan məst olar. Yəni, elə mənalar var, elə incəliklər var ki, sözlər. Hətta Vahiddə elə bir baməzə bir, necə deyim, əhvalat yaranıb ki, hətta gəlib, deyirlər Vahidi bir gün xəstəxanədə, yoxsa dərxanəyə salıblar Vahidi. Gəliblər dostları yoxlamağa ki, Vahid, bu nə gündür düşünsən də sən? Allah evin yıxsın. Deyir, Allah evin yıxsın, əlin dizinə vurur ki, Allah evin yıxsın. Deyir, Mirzə, kimin evin yıxsın? Deyir, Allah Füzulinin evin yıxsın ki, mən bugünə qoydu. Sözdən o qədər ilham alıb ki, o qədər artıq Füzulinin beytləri onu o dərəcəyə çatdırıb ki, artıq güya ki, dəli olub, elə dəli olmuyor. Yəni, onu dəli bilib gətirib, güya düşüb ora, yox. Sadəcə sözün sehri onu o qədər tutub ki, artıq Vahid Füzulinin vurğunu olub. O cəhətdən, yəni, Vahiddə belə beytlər, Vahidin o irfani, içki və ya gözəldən deyən beytləri çoxdur. Vahiddə belə şeylər çoxdur. Sadəcə Vahidi içki adı ilə bağlamaq ümumiyyətlə çox yersiz bir söhbət olar. Çünki Vahid içki düşkünü olmur. Ümumiyyətlə, mən də müdaxilə etmək istəyirəm bir balaca, bu Ceyhun Kamilin
sözünə bir qüvvət olsun ki, həqiqətən klassikada bu qədəhdir, badə, meyxana sözləri həm birbaşa içkini göstərir, ona rəmzi işarə olunub və digər tərəfdən də rəmzi məna daşıyır. Yəni o beytlərdən, o ifadələrdən üzr istəyirəm daha doğrusu, ifadələrdən Füzuli də istifadə edib, Seyid Əzim də istifadə edib. Ta ki Füzuli deyir: "Ey xoş olmazdı ki, bilməz qəmi aləm nəymiş, nə çəkər aləm üçün qəm nə bilir qəm nəymiş." Yəni burada söhbət artıq başqa içkidən gedir ki, dünya qəmini unutmaq üçün gərək sən hələ bir şeylə məst olasan, ilahi məhəbbətlə məst olasan ki, sən bu dünyanın gedişatından təsirlənməyəsən, vecvə də olmayan, yəni əlindən var-dövlət çıxa, heç vecvə olmayasan. Yəni bu içki o içkidən aid deyil. Çünki adətən o içki sənlər görsən, bütün qəm-qüssə yığılırsa, deyir ki, falan yerdə borcun var, daha da artıq qəmlənir. Bu artıq ilahi məhəbbətdən gedir. Yaxud da Seyid Əzim deyir: "Könül ta var əlində cami mey səbhə şumar olma, riyayi xəlqidir billah, namaz əhlinə yar olma." Axırıncı ki, məqtəyinin son beytində deyir ki, "Remuzi şeirimin dərk etməmiş mənasını Seyyid", yəni şeirimin rəmzlərini dərk etməmiş mənasını Seyyid, gedib meyxanələrdə laubali meyküsar olma. Yəni gedib artıq, mən dediyim içki başqa içkidir, sən gedib birdən düşərsən o meyxanaya içərsən, əki bu deyib içki içmək olar. Yəni rəmzi məna daşıyır. Birbaşa da vurduğu beytlər var, da ki deyir ki, "Gecə gündüz ki özü məst riyadır zahid, badədən bəs nə üçün mən qılır övbaşı", Seyid Əzimin beytidir. Yəni biz bilirik ki, içki birbaşa artıq bu üzümdən hazırlanan içki də ola bilər, orada var dövlət mayəsi də ola bilər, o mənada götürəm ki, var dövlət məsti də ola bilərsən, qadın da məsti ola bilərsən. Burada adətən dindarların çoxu riya meyindən məst olur, məcazi mənada. Seyid də onu deyir ki, amma həmən beyti işarə edir, yəni əsl şəraba işarə edir ki, gecə gündüz ki özü məst riyadır zahir. Yəni zahirin özü gecə gündüz riya peymanəsindən, badəsindən məstdir. Badədən bəs nə üçün mən qılır o başı? Bəs niyə meyxanaya gedən kəsi yəni çəkindirir, deyir ki, sən gedib içirsən? Yəni söhbət bundan gedir ki, məstlik dəxli yoxdur. Biri var içkidən məst olur, biri var dövlət qadın sevgisindən məst olur. Allahın nəzərində ikisi də haramdır. Ona görə də birbaşa da bir şey istəyərdim toxunam. Vahidin də var hələ bir beytləri, artıq birbaşa deyir ki, "Bir zaman mən də əsiri rəhi meyxanə idim, həvəsi badə ilə aşiqi peymanə idim." Vahid öz keçdiyi dövrü, öz keçdiyi elədiyi səhvləri boyuna alır. Lakin Vahid dinsiz olmayıb, çünki onun Əli əleyhissalama birbaşa işarə olunmuş beytlər də var. Qaşın xəyalı çəkibdir əlimi mehrabə, oyanda səcdəyə baş, rastı gəldi şəmşirə. Biz bildiyimizə görə tarixdə Əli əleyhissalam mehrabda mülzəm, lənətləmiş mülzəm tərəfində İbn Mülzəm tərəfində zərbə alqının zərbəsini. Və Vahid onu deyir, qaşın xəyalı çəkibdir əlimi mehrabə. Ki, mehrab da bilirik, bir oyundur ki, məsciddə, orada ibadət olur, qibləni göstərən bir yerdir. Qoyanda səcdəyə baş, rastı gəldi şəmşirə, yəni qılıncı rast gəldi. Ona görə də mən deməzdim, mən haqq qazandırmıram ki, Vahid içibinə, o 37-ci il həqiqətən bir dövr olub ki, adam rahat danışar, deyəsən, nə vardı filan vaxtı, bunu eləməzdim də. Amma həqiqətən çox çətin dövr olub. O dövrdə kimsə bir S hərfini işlətməyə qorxuldu ki, sən Stalin haqqında danışmısan. Çox qorxulu zamandır, o qədər qorxuldu ki, İnsanlar öz ailəsində belə ehtiyat deyirlər. Söhbət getmir xəyanətdən ki, ailəsi satardı. Qorxurdu ki, ailəsini hələ sıxarlar ki, artıq ailəsi deyər ki, həqiqətən bu hökuməti, o Sovet rejimini pisləyib. Vahid məcbur olub bunu eləməyə. Özü də deyir ki, bu oyunda etiraf ki, mən içməsəydim, artıq mən də o taliyi yaşayacaqdım. Yəni ona görə də qınamaq olmaz Vahidi. Belə rahat görsənir bizə danışmaq da var ki. Ona görə də mən olub, hər tərəfdən Vahid sən olub, həm də sonra da yəqin ki, tövbə edilib inşallah. Ustadınız bu haqda danışdı. İstərdim sizin də fikirlərinizi öyrənim. Əgər sizə Vahid kimdir deyə sual verilsə, nə cavab verərdiniz? Vahid kimdir? Vahidin özü deyir, Vahidəm, xalqımın qəzəl şairi, məhəbbət şairi, gözəl şairi. Şeir yazmaq da var, yəni şeir yazmaq bacarığı hər insanda olur, amma şairi elə bir zirvədir ki, şairi tamam, şeir yazmağından kifayətlənmir. Vahid kimi şair olacaqsansa, Sualı tam cavab. Sizə fikir necə? Mən də deyərdim elə, Vahid özü elə özünü öz beytində tərif edib və özünün kim olduğunu əslində bir mesaj kimi gizli şəkildə də olsa, açıq şəkildə bunun kim necə istəyib başa düşsün, o cür bildirib. Deyərdim əhli qələm Vahid, əff edərsə məni, böyük Füzulimizin yadigarı mən özüməm. Bunu elə Vahid öz qəzəlində deyil. Daha artıq heç nə deməyə gedirik.
bəlkə istərdim mən də bir cavablandıram, qısa da olsa. Bunlar Vahidin öz beytindən sitat gətirirlər. Mən də istərdim bir qəzəlimi deyəm, sabır olaraq. Məhşər günü cənnət deməyin zahidə qaldı. Hardan axı haqqın kərəmi fasidə qaldı. Göz gördü tökən qanımı qəmzöndü. Danırsan, aləmdə gümanım bu iki şahidə qaldı. Biz naməni yazdıq sənə göz yaşlarımızla, ancaq səni görməyə gözəlim qasidə qaldı. Sən getdin əzizim, mənə üz verdi kədər, qəm, həsrət ürəyimdə əbədi abidə qaldı. Xaqani qədalıq edə bildiyi qapısında, Xaqani qədalıq edə bildiyi qapısında söz mülkü Süleymanlıq edən Vahidə qaldı. Yəni, axırıncı beytimdə yəqin ki, Vahidin kimliyini bilir. Hər biriniz çox sağ olun. Həm təklifimizi qəbul edib gəldiyiniz üçün, həm söylədiyiniz bu gözəl qəzəllərə görə. İnanın, söhbətimiz o qədər səmimi oldu ki və o qədər sizinlə hep söhbət olmaq mənə o qədər xoş oldu ki, yəni istəmirəm ki, verilişimiz sona yetsin, amma təəssüf ki, bizə ayrılan vaxt burada yekunlaşdı və Duyğu Çələnginin bugünkü buraxılışı da burada yekunlaşır. İstərdim siz də təşəkkürünüzü bildirəsiz tamaşaçılara. Mən ümumiyyətlə bu veriliş hazırlığına təşəkkür bildirim. Əziyyət çəkənlərə təşəkkürümüzü bildiririk hamımız. Çox sağ olun ki, bizi dəvət eləmisiniz. Gözəl bir mövzu atlı qoyulub ortaya. Bu çox həm dərin bir mövzudur, həm yaralı mövzudur. Ümumiyyətlə tamaşaçılara da özlərini təşəkkür bildirim ki, bizi seyr edirlər. Sizə dərin təşəkkürümüzü bildiririk. Minnətdarıq. Əziyyət keçən hər bir kəsə verilişin çəkilişdə, layihədə əziyyət keçən hər bir kəsə təşəkkür edirəm. Bir də ustadın qeyd elədiyi kimi tamaşaçılara da minnətdarıq ki, dəyərli vaxtlarını sərf eləyib, böyük şairimizə diqqət ayırıb, yəni bu mövzuya qulaq asırlar. Çox sağ olun. Mən də həm qardaşlarımın fikirlərinə qoşuluram. Hamıya əziyyətə keçənlərin hamısına təşəkkürümü bildirirəm. Vahid haqqında nə qədər danışsaq yenə azdır. Çünki Vahid özü bir dəryadır ki, bitib tükənməz. Yəni, o səbəbdən nə qədər tamaşaçılara fikrimizi Vahid haqqında olan, yəni gizli, aşkar olan sirləri və yaxud məlumatları verə bildik, ona artıq tamaşaçılarımız deyəcək. Yəni, biz bu müddətə sığdıra bilmədik, demək olar ki. Sadəcə, inşallah gələn verilişlərimizdə yenə yer alsaq, inşallah daha ətraflı danışarıq. Sevgilim, hər gəlişin qəlbə diləklər gətirər. Dilinə eşqimizi odlu ürəklər gətirər. Bil ki, dünyada qəmindən yıxılan aşiqivi qaldırıb məhşərə çiynində mələklər gətirər. Bir gözəlsən ki, mələklər də çəkir həsrətivi, nə verər mislivi dünya, nə fələklər gətirər. Aşiqin dönsə də torpaqlara, səndən dönməz, onu hər gün qapıva gizli küləklər gətirər. Qəbrimin torpağı Xaqani dönər gülzarə, gündə cənnətdən enib huri çiçəklər gətirər. İstərdim bir şeirimi də deyəm. O ilk görüşümüz, o ilk əhdimiz, hamısı bir bəbir xatirimdədir. Daha o sevgidən qalmayıb bir iz, xəyanət kim edib, günah kimdədir? Deyirdin vəfasız olmaram əbəs, vəfasız gözəlin əhdi su imiş. Hardan biləydim ki, vəfa deyən kəs elə vəfasızın özü bu imiş. Toxundu əllərin ilk gün əlimə, isitdim nəfəslə, gördüm ki, donmuş. Ürəyim istidir söylədin, demə, ürəyin əlindən betər soyulmuş. Səni istəyənlər çoxsa da əgər, bir kimsə mən kimi sevməmiş belə, mən sənin arxanca düşdüyüm qədər kölgən də arxanca düşməmiş elə. Bir zaman, bir yerdə deyib güldüyüm, şənimi əskildən ad olub mənə, əvvəllər özümə doğma bildiyim, hindi ögeyləşib yad olub mənə, hindi ögeyləşib yad olub mənə. Əziz izləyicilər,
bir daha sonda qonaqlarımızı sizə təqdim edim. Qonağım Ceyhun Kamil, Elşad Xaqan və Xaqani Əmin idi. Hər biriniz çox sağ olun gəldiyiniz üçün və mövzumuz Əliağa Vahid idi. Sonluqda isə mən istərdim Əliağa Vahiddən bir stat gətirim. Gözəl həyatını Vahid fənaya sərf etmə, səni zəmanə itirməz dübarə bir dənəsən.